Yüksək sıxlıqlı polietilen metal və ağac kimi ənənəvi materiallar ilə müqayisədə vacib üstünlüklərə malikdir. O, yüngül çəkili və eyni zamanda zərbəyə davamlı, koroziyaya və kiflənməyə uğramayan, havanı zəhərləyən qazlardan azad, qida sənayesi üçün təhlükəsiz və bərpa təmir işləri bəsit olan əlverişli materialdır. Bu və digər üstün keyfiyyətləri sayəsində geniş tətbiq dairəsi qazanmış yüksək sıxlıqlı polietilen dünya plastik bazarının liderlərindəndir. Azərbaycanda ilk yüksək sıxlıqlı polietilen istehsal edəcək zavod Sumqayıt Kimya Sənaye Parkı tərəfindən geniş vergi imtiyazları və infrastruktur dəstəyi ilə təmin olunmuşdur. Zavoda qısa nəzər salaq. İdarəetmə otağı zavodun beynidir. Zavod ərazisində quraşdırılmış yüzlərlə nəzarət və ölçü cihazlarının topladığı məlumat real zaman rejimində bu otaqdakı monitorlarda əks etdirilir və gecə-gündüz 4 növbədə çalışan operatorlar prosesləri diqqətlə izləyib, lazımi müdaxilələri edirlər. İstehsalat prosesi avtomatlaşdırılmışdır. Hər hansı prosesin ölçü göstəricisi kritik həddə çatarsa, müvafiq qurğunun avtomatik olaraq sistemdən təcrid edilməsi qəza risklərini aradan qaldırır. Bu bina yanğına və partlayış zərbələrinə davamlıdır. Zavodumuzda polimer istehsalı sahəsində məşhur olan İNIOT şirkətinin qabaqcıl texnoloji tətbiq olunur. Polimerləşdirmə prosesi reaktorda baş verdiyi üçün bu qurğular zavodun özəyi hesab olunur. Reaksiyada izobutan, heksin, etilen, hidrogen qazlarından və 2 növ katalizatorundan istifadə olunur. İstehsal etkinlərini minimuma indirmək üçün polimerləşməmiş xammal təkrar reaktora qaytarılır. Polimerləşdirmə reaksiyası katalizator sayəsində baş verir. Müxtəlif məhsul növlərimizin fərqli xüsusiyyətləri düzgün seçilmiş katalizator növündən və aktivləşdirmə prosesinin parametrlərindən asılıdır. Bəzi məhsul növlərimizin iyi və bir sıra xüsusiyyətləri orqanoleptik bölmədə icra olunan proseslərdən asılıdır. Burada qara qranullar bir neçə mərhələdə emal olunaraq zərərli karbodrogen qazlarından təmizlənirlər. Orqanoleptik emalın əsas məqsədi polimerdən istehsal olunacaq məişət əşyalarında, qida və su qablarında, habelə plastik su borularında qoxunun və ya kənar tamın meydana çıxma ehtimalını sıfıra endirməkdir. Xammal və məhsulun keyfiyyətini təsdiq etmək üçün zavodumuzda beynəlxalq standartlara cavab verən laboratoriya fəaliyyət göstərir. Məhsulumuzun fiziki və mexaniki xassələri ISO və ASTM standartlarına uyğun yoxlanıldıqdan sonra beynəlxalq sertifikatlar əldə edilir ki, bu da məhsulumuzun dünya bazarında rəqabətliyini artırır. Laboratoriyamızın müasir cihaz və avadanlıqlarla təchiz olunduğunu nəzərə alaraq bir neçə dövlət qurumları xidmətlərimizdən istifadə etmək üçün bizə müraciət etmişdir. Qablaşdırılmış hazır məhsulun ambara daşınıb yerləşdirilməsi və müştəri çatdırılması avtomatik idarəetmə sistem tərəfindən çəngəlli yükləyicinin planşetinə göndərilən tapşırıq vasitəsilə həyata keçirilir. Bu məqsədlə paletlər, ambar seksiyaları və çıxış qapıları barkodlaşdırılmışdır. Beləliklə, hər bir paletin istənilən anda harda olmağı barədə məlumat sistemdə daimi mövcud olur.